Xəritələrin təsnifatı dərsi olacaqdır. Gəlin başlayaq. Biz bilirik ki, xəritələr miqyas, məzmun və ərazi əhatə etməsinə görə qruplaşdırıla bilər. Birincisi başlayaq, gəlin miqyası haqqında danışaq. Xəritələrin miqyası. Miqyasına görə xəritələri biz 3 qrupa böləcəyik. 1. Böyük miqyaslı xəritələr. 2. Orta miqyaslı xəritələr. 3 isə kiçik miqyaslı xəritələr. Böyük miqyaslı xəritələrə biz başqa cür topoqrafik xəritə deyəcəyik. Orta miqyaslı xəritələrə icmal topoqrafik. Kiçik miqyaslı xəritələrə isə icmal xəritələr deyəcəyik. Böyük miqyaslı xəritələrin miqyası 1 bölünsün 10.000-dən başlayır və 1 bölünsün 200.000-ə qədər davam edir. Biz bu intervalda hər hansısa bir rəqəmi görəcəksə də ona deyəcək ki, böyük miqyasdadır. 1 bölünsün 10.000-dən 1 bölünsün 200.000-ə qədər. Daha sonra 1 bölünsün 200.000-dən 1 bölünsün 1 milyona qədər olan xəritələr isə icmal topoqrafik, yəni orta miqyaslı xəritələr hesab olunacaqlar. Daha sonra gələcək bizdə icmal xəritələr. Onlar da 1 bölünsün 1 milyondan başlayır və müsbət sonsuzluğa qədər gedir. Bilirik ki, miqyasın kəmiyyəti artdıqca miqyas neyinir? Kiçilir. Harada görəcəyik ki, bu miqyasın kəmiyyətində dayanan rəqəm 1 milyondan yuxarıdır. O zaman deməli bu xəritələr necə xəritələrdir? Kiçik miqyaslıdırlar və icmal xəritələr hesab olunmuş olacaqlar. Miqyasına görə xəritələri biz təsnif etdik. Miqyasına görə böyük, orta və kiçik miqyaslı olaraq 3 yerə böldük və onlar haqqında danışdıq. Keçək indi miqyasından sonra gələcək bizdə nə? Ərazi əhatə etməsinə görə xəritələr. Ərazi əhatə etməsi. Ərazi əhatə etməsinə görə isə xəritələri biz böləcəyik. Dünya və yarımkürələrin xəritəsi. Gəlin yazaq. 1. Dünya və yarımkürələrin xəritəsi. 2. Materik və okeanların xəritəsi. Materik və okeanlar. 3 isə ölkə və onun hissələri. Ölkə və onun hissələrinin xəritəsi. Başlayaq. Birincisi, ərazi əhatə etməsinə görə dedik, 3 yerə böləcəyik. Dünya və yarımkürələrin xəritəsi. Biz bilirik ki, məsələn, Atlasın da içərisində var. Şərq və qərb yarımkürəsinin xəritəsi vardır. Bir tərəfdə qərb yarımkürəsi, bir tərəfdə şərq yarımkürəsinin xəritəsi. Dünyanın xəritəsi və yarımkürələrin xəritəsi. Biz onu nəyə əhatə edəcək? Yəni ərazi əhatə etməsinə görə böləcəyik, təsnif etmiş olacağıq. Şərq, qərb yarımkürələrinin xəritəsi məhz dünya və yarımkürələr xəritəsinə daxil olacaqdır. Sonra materik və okeanların xəritəsi. Məsələn, tutaq ki, Afrika materikini görürüksə, ya Şimali Amerika materiki, onun ətrafında hansı okeanlar var, onların xəritəsini görürüksə, deməli bu materik və okeanların xəritəsidir. 3 isə ölkə və onun hissələrinin xəritəsi olacaq. Ölkə və onun hissələrinin xəritəsi isə ondan ibarətdir ki, məsələn, hər hansısa bir ölkədən ya da onun hər hansısa bir şəhərindən, rayonundan söhbət getmiş olacaq. Məsələn, tutaq ki, deyirəm ki, Naxçıvan xəritəsi. Bu ərazi əhatə etməsinə görə hansı xəritə qrupuna aid ediləcək? Ölkə və onun hissələrinin xəritəsinə aid ediləcək. Amma indi deyirəm tutaq ki, Avstraliyanın xəritəsi. Aha, Avstraliya bir materikdir. Materik olaraq bu nə olacaqdır? Materik və okeanların xəritəsi olacaqdır. Avstraliya materikinin ya da Şimali Amerika materikinin xəritəsi. Deməli, materik və okeanların ərazi əhatə etməsinə görə materik və okeanların qrupuna daxil edilmiş olacaq. Daha sonra gələcəkdir dünya və yarımkürələr. O da bayaq dediyimiz kimi şərq və qərb yarımkürələrinin xəritəsi dünya və yarımkürələrin xəritəsinə daxil ediləcək və ərazi əhatə etməsinə görə də bu qrupa aid olacaq. Baxın, miqyas və ərazi əhatə etməsinə görə xəritələri təsnif etdik. İndi isə qaldı məzmununa görə. Məzmun.
Məzmununa görə isə xəritələri biz böləcəyik ümumi coğrafi, 2 tematik, tematik xəritələrə xüsusi xəritələr də deyirlər. Xüsusi xəritələr, yəni hər hansısa bir mövzudan, hər hansısa bir temadan burada söhbət getmiş olacaqdır. Bir neçə tematik xəritələrin birləşməsindən əmələ gələn xəritə isə olacaqdır kompleks xəritə. İndi gəlin onlara bir-bir izah verək. Birincisi başlayırıq biz ümumi coğrafi xəritələrdən. Yadımızda saxlamalıyıq ki, ümumi coğrafi xəritələr onların üzərində bütün obyektlər, bütün hadisələr eyni səviyyədə təsvir olunmuş olacaqdır. Yəni biz deyə bilərik ki, burada çay da olacaq, göl də olacaq, şəhərlər də, faydalı qazıntılar da, ölkələrin sərhədləri də. Yəni bir sözlə bütün hadisələrin eyni səviyyədə təsvirini görmüş olacaq. Bu zaman biz deyəcək ki, bütün komponentlərinin eyni səviyyədə təsvir olunduğu xəritələr məzmununa görə ümumi coğrafi xəritələr hesab olunur və ümumi coğrafi xəritələr miqyasına görə böyük miqyasda tərtib olunurlar. Böyük miqyasda tərtib olunduğuna görə böyük miqyaslı xəritələrə bayaq nə demişdik? Topografik xəritələr. Yəni topografik xəritə hesab olunacaqlar da onların miqyası böyük olduğuna görə. Ən çox da biz ümumi coğrafi xəritələrə iqtisadi xəritələri, və fiziki xəritələri aid etmiş olacaq ki, onlar ümumi coğrafi xəritələr hesab olunacaqlar. Bir də ümumi coğrafi xəritələrdə yəni generalizasiya çox az olur. Bilirik, xəritə təhrifli təsvirdir. Amma ümumi coğrafi xəritələrin miqyasları böyük miqyasda tərtib olunduğuna görə, topografik xəritələr qrupuna aid edildiklərinə görə burada demək olar ki, ərazilər dəqiq veriləcəkdir. Yəni cüzi səhvlər olmuş olacaqdır. Səhvlər çox cüzi miqdarda olmuş olacaqdır. Generalizasiya çox az olacaqdır. Buna biz deyəcək ümumi coğrafi xəritələr. Dedik ki, topografik xəritələr qrupuna daxil edildi. Keçirik indi burada nə gələcəkdir? Tematik xəritə. Tematik xəritə xüsusi xəritə, yəni bircə mövzunun təsvir olunduğu xəritələr, bir hadisədən, bir mövzudan bəhs edən xəritələrə nə deyəcəyik? Tematik xəritələr və bir mövzu burada çox ətraflı, çox müfəssəl, çox dəqiq verilmiş olacaqdır. Bir də onu qeyd eləyək ki, burada relyef xəritələri, oroqrafik xəritələr, iqlim xəritələri, torpaq, bitki, sonra əhalinin sıxlığı, kənd təsərrüfatı xəritələri tematik xəritələrdə verilmiş olacaqdır. Tematik xəritədə də bir mövzu dediyi oldu. Keçirik indi kompleks xəritələr. Kompleks xəritələr bir neçə mövzunun qarşılıqlı əlaqəsindən əmələ gələn xəritələrdir. Yəni tutaq ki, bir neçə tematik xəritəni üst-üstə qoysaq, bir neçə qarşılıqlı əlaqədə olan mövzudan danışsaq, bu zaman kompleks xəritəni görmüş olarıq. Məsələn, kompleks xəritələrə, dünyanın ən böyük kompleks xəritəsinə biz təbii zonaların xəritəsini aid etmiş olacaq. Təbii zonaların xəritəsi kompleks xəritədədir. Bundan başqa, məsələn, faydalı qazıntıların xəritəsi, sinoptik xəritələr, bunlar da təbii zonaların xəritəsi kompleks xəritələr qrupuna daxil edilmiş olacaqlar. Belə, xəritələrin məzmununa görə də təsnifatını apardıq, ərazi əhatə etməsinə görə də danışdıq və miqyasına görə də dedik. Miqyas, məzmun və ərazi əhatə etməsinə görə xəritələri təsnif etdik. İndi bir xəritə növümüz var ki, biz buna anamorfoz xəritə deyirik. Deməli, gördüyümüz bu xəritə nə xəritədir? Anamorfoz. Anamorfoz xəritələrdə riyazi statistiki məlumat əsasında tərtib olunur. Riyazi statistik. Deməli, riyazi statistik məlumatlar əsasında tərtib olunan xəritələrə anamorfoz xəritələri demiş olacaq. Məsələn, tutaq ki, dünyada burada bir anamorfoz xəritə yerləşdirmişəm. Deyirəm ki, burada görürsünüz, Amerika daha qabarıq göstərilir, Avropa daha qabarıqdır, Şərq Asiyada Yaponiya daha öndədir. Bu nəyin anamorfoz xəritəsi ola bilər? Təbii ki, elmi tədqiqata xərclənən kapitalın həcminə görə anamorfoz xəritə olacaqdır. Yəni, ən çox elm, tədqiqat, araşdırma
artırma ən çox hansı ölkələr tərəfindən həyata keçirilir? İnkişaf etmiş Şimali Amerika ölkəsi, ABŞ və Kanada, eynən Avropa ölkələri və Şərqi Asiyada, Yaponiyada bu tədqiqatlar daha geniş miqyaslı olacaq. Amma görün buraya Afrika heç demək olar yox səviyyəsindədir bu xəritədə. Cüzi miqdarda məsələn Cənubi Amerika ölkələrindən qeyd edilibdir. Buradakı yeni sənaye ölkələrində sizdən biraz elmi tədqiqat işləri aparılmağa başlanılmış olacaqdır. Yəni bir sözlə riyazi statistik təhlil aparılır. Tədqiqatda ən üstdə, ən birinci olan siyahıda ilk öndə olanlar daha qabarıq göstərilir, daha gözə çarpan, daha nəzərə çarpan formada göstərilir. Bu xəritəyə biz nə deyəcəyik? Anamorfoz xəritə demiş olacağıq. Burada bir neçə anamorfoz xəritə nümunəsi vardır. Mən onları sizə göstərmək istəyirəm. Baxın. Məsələn, burada meşə ehtiyatına görə anamorfoz xəritə görürsünüz. Ən geniş burada hansı ölkələr vurğulanmışdır? Məsələn, şimal meşə qurşağının aid olduğu Rusiya, Norveç, İsveç, Finlandiya, ABŞ, Kanada bunlar daha geniş qabarıq göstərilibdir xəritədə. Amma məsələn, tutaq ki, qeyd edeyim burada Cənub meşə qurşağından hansı ölkələr vardır? Braziliya vardır, Kongo var, enli yarpaqlı meşələr, İndoneziya, Zond adaları burada vardır. Bunlar daha öndə göstərilmiş olacaq, daha qabarıq göstərilmiş olacaqdır. Keçən məsələn burada şirin su ehtiyatına görə yenə Braziliya daha öndədir. Amazon çayı hövzəsinə görə Mərkəzi Afrikada Kongo və Zond adaları, İndoneziya bunlar. Şimalda isə Kanada, ABŞ, Rusiya göstərilmiş olubdur. Su çatışmamazlığı olanlar isə xəritədə məsələn görürsünüz ki, Afrikanın bir hissəsi yoxdur. Burada Avstraliyanın bir hissəsi təsvir olunmamışdır. Xarici turistlərin gəlmə sayına görə ən çox turist qəbul edən ölkələr görürsünüz daha qabarıq göstərilib. Böyük Britaniya, Fransa, İspaniya, İtaliya bunlar daha qabarıq göstərilib. Şərqdə Çini və Amerikada da Amerika Birləşmiş Ştatlarını göstəriblər. Uşaq əməyindən istifadəyə görə bunu kasıb ölkələr eləyirlər. Görürsünüz kasıb ölkələri burada daha qabarıq göstəribdir. Nigeriya, Efiopiya, Kenya, Afrika ölkələri, Bangladeş, Hindistan, Çin bu kimi ölkələr isə Asiya ölkələridir və uşaq əməyindən istifadə edirlər. Belə, baxın bu anamorfoz xəritələri biz qeyd etdik və anamorfoz xəritə nə əsasında hazırlanır? Riyazi statistik məlumatlar əsasında hazırlanır və anamorfoz xəritələr hər hansı bir hadisəni bizə daha qabarıq göstərir, daha öndə göstərmiş olacaqdır. Ən sonuncu anamorfoz xəritəyə baxsaq, görərik ki, burada Hindistandır, Bangladeşdir, Yaponiyadır, ABŞ-dır. Bunlar daha çox qabarıq göstərilir. O da kinoteatrların və kinoteatrlara gedənlərin sayını göstərmiş olacaq bu xəritədə. Ən sonda isə baxın burada Böyük Britaniya, Almaniya Federativ Respublikası, İspaniya, ABŞ, Yaponiya yeni inkişaf etmiş ölkələr daha çox öndədir. Bu da kitab nəşrlərinin sayına görə olan anamorfoz xəritədir. Daha çox bu qabarıq göstərilmiş olacaqdır. Keçək indi, məsələn bir dənə də gəlin bir topografik xəritə nümunəsinə baxaq. Topografik xəritə biz dedik ki, böyük miqyasda olurlar. Baxaq, bu Lənkəranın topografik xəritəsidir. Topografik xəritədə görürsünüz ki, baxın burada yaşıl rənglər göstərilib. Yadımızda saxlamalıyıq ki, topografik xəritələrdə yaşıl rənglərlə bitki örtüyü verilir. Bitki örtüyü topografik xəritədə yaşıl rənglə göstərilir. Amma fiziki xəritələrdə yaşıl rəng, baxın burada qeyd edirəm. Fiziki xəritələrdə isə yaşıl rəng ovalığı göstərmiş olacaqdır. Amma topografik xəritələrdə isə yaşıl rəng bitki örtüyünü göstərmiş olacaq. Deməli, fiziki xəritələrdə və topografik xəritələrdə olan rəng tonlamaları və yaxud da hansısa bir işarələr müxtəlif mənaya gələ bilərlər. Görürük, topografik xəritələrin kənarında müəyyən bir işarələr toplusu olan yer var. Biz buna legenda deyəcəyik. Baxın, bu hissə nə adlanacaq? Legenda. Yəni, xəritənin legendası deyəndə o xəritəni izah eləyən işarələr toplusunun yerləşdiyi hissədən gedir söhbət. Biz də bunu ən çox topografik xəritələrdə görmüş olacağıq. Topografik xəritələr böyük miqyasda olduqlarına görə generalizasiya çox az olur. Amma kiçik miqyaslı xəritələrdə isə biz əvvəlki miqyas dərsimizdən də keçmişdik ki, generalizasiya çox olmuş olacaq. Müasir dövrdə isə biz
biz bilirik ki, CIS proqramı vasitəsilə xəritələr hazırlayırıq. Bu da coğrafi informasiya sistemləri adlanmış olacaq. Yəni CIS nədir? Coğrafi informasiya sistemləridir və onun bizə verdiyi imkanlar nəticəsində yetər ki, bir dənə axtardığımız obyektin adını CIS-in axtarış sisteminə daxil edək. Axtarış sisteminə daxil edək. Bu axtarış sisteminə daxil etdikdən sonra o obyekt haqqında məlumatlar bizə verilmiş olacaqdır. Ora harda yerləşir? Bizdən ona qədər məsafə nə qədər ola bilər? O xəritə, yəni o coğrafi obyektin coğrafi koordinatları, necə yer olması, yəni bir neçə saniyənin içərisində tapılmış olacaq CIS proqramı əsasında. Amma ənənəvi xəritələrdə necədir? Ənənəvi xəritələrin üzərində isə onu bir neçə dəqiqə lazımdır ki, axtarıb coğrafi obyekti tapaq. CIS-in üstünlüklərindən biri də təbii ki, baxın bu riyazi hesablamalar əsasında elektron, yəni rəqəmsal xəritələrin hazırlanması ilə CIS proqramı əsasında həyata keçirilmiş olacaqdır. CIS termini ilk dəfə 1960-cı ildə Roger Tomlinson tərəfindən elmə gətirilib. İlk zamanlar hərbi məqsədlərlə yaradılmış olsa da, daha sonra mülki məqsədlər vasitəsilə də istifadə edilir. Hal-hazırda mülki məqsədlərdən istifadə olunur. 1980-ci ildən bəri mülki məqsədlərlə istifadə edilir CIS proqramı. CIS proqramı, məsələn, CIS-də ən möhtəşəm belə proqramlara biz Map Info-nu, Qrası, İdris, Netkartı, sonra Intergraflar, belə bu proqramları misal çəkə bilərik. CIS-də xəritənin hazırlanması bir neçə mərhələ aparmış olacaqdır. Məsələn, layqatlarının təyin olunması, sonra layqatların üst-üstə yığılması. Bunlar da CIS-də artıq CIS proqramı ilə işləyərəkdən onu həyata keçirirlər ki, CIS-də xəritə hazırlanmış olacaqdır. Müasir xəritələrdən biri də operativ xəritələrdir. Onlar da bizə CIS proqramının əsasında hazırlaya biləcəyimiz xəritələrdir. Operativ xəritələr hər hansısa bir hadisənin baş verdiyi, bu təbii fəlakətlər ola bilər, yanğın hadisəsi ola bilər, daşqınlar ola bilər. Təbii fəlakətlərdən biri baş verdi. Onun necə qarşısını ala bilərik? Onun üçün tez həmin ərazinin, yəni qısa bir müddətdə xəritəsini çıxardırıq. Biz buna operativ xəritələr deyirik və hadisənin qarşısı necə alına bilər? Bunun haqqında artıq işlər görülmüş olacaq. Bunu da bizə hansı xəritə həyata keçirmiş olacaq? Operativ xəritə həyata keçirmiş olacaqdır. Belə dostlar, bugünkü dərsimiz bundan ibarət oldu. Bir də onu qeyd edeyim. Baxın burada. Bu xəritə haqqında da danışmaq istəyirəm. Görürsünüz ki, hər ikisi bunun Cənubi Amerika materikinin xəritəsidir. Lakin birində gördüyünüz kimi, baxın, birincidə fiziki xəritədir. Fiziki. Digərində isə siyasi xəritədir, iqtisadi xəritədir. Yəni ölkələr verilmişdir burada. İndi birincisi başlayacağıq biz fiziki xəritə. İndi deyir ki, baxın, bunların hansında genizasiya daha çoxdur? Baxın, fiziki xəritədəmi genizasiya çoxdur, yoxsa iqtisadi xəritədəmi genizasiya çoxdur? Baxın, buna cavabımız belədir. İqtisadi xəritədə daha çoxdur genizasiya. Bunun səbəbi nədən ibarətdir? İnformasiya bolluğu iqtisadi xəritədədir. Yəni, informasiya çox olduğuna görə iqtisadi xəritədə daha çox ümumiləşdirməyə ehtiyac qalır. Və ona görə iqtisadi xəritədə daha çox ümumiləşdirmə, daha çox genizasiya aparılmış olacaqdır. Deməli, eyni ərazinin bizə həm iqtisadi, həm də fiziki xəritəsi verilərsə, desə bunların hansında genizasiya daha böyükdür, daha çoxdur, daha geniş aparılıb genizasiya, biz iqtisadini seçəcəyik. Bunun da səbəbi iqtisadi xəritələrdə informasiya bolluğunun olmasıdır. Belə, dərsimiz bundan ibarətdir. Sağ olun, sağlıqla qalın.